Əziz Buğa bürcləri, ad gününüz mübarək. Sizə möhtəşəm bir ad günü ritualı ilə gəlmişəm. Bunu ad gününüzdən 3 gün qabaq ya da 3 gün sonraya qədər istənilən tarixdə eləyə bilərsiniz. Yəni ad gününüzdən 1 gün qabaqda, 2 gün qabaqda, 3 gün qabaqda, ad günü günündə, sabahki gündə, o biri gündə və o biri gündə olar. 3 gün o yana ya da 3 gün bu yana istənilən tarixdə edə bilərsiniz. Bir ədəd yaşlı rəngdə şamı arzularınızın gerçəkləşməyini niyyət edərək yandırırsınız. Birinci də 1-2 dəqiqə suda tutun, neqativlər təmizlənsin. Sonra arzularınızın gerçəkləşməyi niyyəti ilə bir ədəd yaşlı rəngdə şam yandırın. Bal mum olsa daha yaxşı, olmasa da heç bir problem yoxdur. Sonra bir dənə kağız götürürsünüz və kağıza 5 dəfə Veneranın simvolunu çəkirsiniz. Veneranın simvolu burada gördüyünüz hər küncə eyni Veneranın simvolunu bir də ortaya çəkirsiniz. Hansı rəngdə qələmlə necədən cür fərqi yoxdur. Və sonra qalan boşluqları arzularınızı yazırsınız. Arzularınız sadəcə özünüzlə əlaqədar olmalıdır. Başqa heç kəsi və heç nəyi arzularınıza qatmamalısınız. Sadəcə özünüzlə əlaqədar olan arzuları olmuş kimi qalan boşluqları yazırsınız. Neçə dənə, nə qədər, nə cür fərqi yoxdur, amma detallar verin, incəliklər verin. Yazıb qutarandan sonra kağızı özünüzə tərəf bir dəfə qatdalayırsınız. Ondan sonra ikinci dəfə özünüzə tərəf qatdalayırsınız və üçüncü dəfə özünüzə doğru qatdalayırsınız. Ondan sonra qalan şamın sönməyini gözləyirsiniz, bitməyini, özü bitməlidir, siz söndürməməlisiniz. Şam bitəndən sonra nəsə bir qalıq qalıbsa, o şamın qalığında götürürsünüz, bir stəkan su götürürsünüz, içməli su olsa yaxşı olar və kağızınızı götürürsünüz. Kağızı gedib ya bir qızıl gülün altına, ya da yaşıl bir ağacın altına bastırırsınız. Çünki siz torpaq bürcüsüz, sizin torpaqla əlaqəniz olmalıdır. Əgər hansısa bir ağacın altına bastırası olsanız, mütləq şirin bar verən bir ağac olmalıdır və əncir ağacı olmamalıdır. Şirin bar verən bir ağacın ya da bir qızıl gülün altına bastırdınız. Ağ rəngdə qızıl gül yox, adi qızıl gül. Altına yeşəncənə bastırdınız bu kağızı və şamın qalığında eyni şəkildə, eyni yerə və sonra torpağı üstünə örtürsünüz və bir ədəd, bir stəkan suyu həmin ağacın dibinə tökürsünüz və arzularınızın böyüməyinə niyyət edirsiniz. Təsəvvür edirsiniz ki, siz o suyu tökəcəksiniz, arzularınız da o ağac kimi böyüyəcək ya da o çiçək kimi bərəkətlənəcək, gözəlləşəcək. Bunu canlandırırsınız, təşəkkür edirsiniz və arxaya baxmadan evinizə geri qayıdırsınız. Evə qayıdana qədər də heç kəsdən danışmırsınız. Ən yüksək xeyrinizə xidmət eləsin. Bunu mütləq digər Buğa bürcləri dostlarından da bölüş. Sevgi və işıqla qal.